Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizinlə Respublika Fənn müsabiqəsinin final mərhələsinə hazırlıq üçün reaksiyalar və onların səs tənliyi hissəsinin izahını verirəm. İlk birinci reaksiyaya diqqət edərək kalsium karbonat və xlorid turşusunun qarşılıqlı təsiri H-xlor. Reaksiya nəticəsində kalsium xlorla birləşir. Kalsium xlor 2. Xlor birvalentlidir. Xlorid turşusunun qalığıdır. Bir əsaslı turşudur. Kalsium isə ekvivalentli olduğuna görə kalsium xlor 2 yazılır. Üzərinə gəlinsin hidrogen karbonatla birləşir. Karbonoid ilə birləşir. Karbonat turşusu əmələ gətirir. Karbonat turşusu davamsız olduğundan karbon qazına və suya parçalanır. Karbon qazı burada uçucu maddədir. Keçək ikinci reaksiyamıza. Barium nitrat. Barium ekvivalentlidir. Nitrat turşusu HNO3-ün qalığı olduğundan bir əsaslı turşudur. Deməli, bir valentlidir. Barium ekvivalentli. 2 və 1 üçün ortaq məxrəc 2. 2 2-yə bölünür bir dəfə. Bariumun indeksində heç nə yazılmır. 2 1-ə bölünür 2 dəfə. NO3-ün indeksində 2 yazılır. Üzərinə gəlsin natrium sulfat. Natrium 2SO4. Sulfat turşusu 2 əsaslı turşunun qalığıdır. Ona görə də qalığı SO ekvivalentlidir. Natrium 1 valentdir. Bu şəkildə olur. Reaksiya nəticəsində barium mübadilə reaksiyasıdır. SO4 ilə birləşir. Barium sulfat əmələ gəlir. Çöküntüdür. Bildiyimiz kimi ağ rəngli. Natrium da nitratla birləşir. Natrium nitrat əmələ gəlir. Növbəti reaksiyamıza diqqət edirək. Barium xlor üzərinə gəlsin kalium sulfat. Barium xlor 2 üzərinə gəlsin kalium 2SO4. Burada yenə mübadilə reaksiyasıdır. Barium sulfatla birləşir. Barium SO4 çöküntü və kalium xlorla birləşir. Kalium xlor əmələ gəlir. Növbəti reaksiyamıza diqqət edirək. Kalium yodid. Kalium yodid. Üzərinə gəlsin gümüş 1 nitrat. Nitrat turşusunun qalığı olduğuna görə qalığı birvalentlidir. Gümüş də birvalentlidir. Reaksiya nəticəsində gümüş yodla birləşir. Gümüş yodid çöküntüdür. Sarı rəngli. Üzərinə gəlsin kalium da nitratla birləşir. Kalium NO3. Növbəti reaksiyamıza diqqət edirək. Mis2 nitratın natrium hidroksidlə mis2 nitrat, yəni demək istəyir ki, mis2 valentli olsun. Nitrat, NO3 bir əsaslı turşunun qalığı olduğuna görə bir valentlidir. Bura 2 yazıram. Üzərinə gəlsin natrium hidroksid, natrium OH. Burada mis OH ilə birləşir. Əmələ gəlir mis OH2. Çünki OH 1 valentlidir, mis 2 valentlidir. 2 və 1 üçün ortaq məxrəc 2. 2 2-yə bölünür bir dəfə, 2 1-ə bölünür 2 dəfə. Üzərinə gəlsin natrium da NO3 ilə birləşir. Natrium NO3 əmələ gəlir. Növbəti reaksiyamız əhəng daşının parçalanması. Bu reaksiya tənliyini keçən videoda, izahda da bildirmişdim. Kalsium oksid əmələ gəlir və karbon qazı ayrılır. Parçalanma reaksiyasıdır. Hidrogenin yanması, bütün əksər yanma reaksiyaları oksigenin iştirakı ilə baş verir. Hidrogen yanarkən deməli əmələ gəlir su. Hidrogen üzərinə gəlsin oksigen, əmələ gəlir H2O. Sonra gəlir metanın yanması. Metanın yanması bu yarımfinal mərhələsindən düşmüşdü bu sual. Metan üzərinə gəlsin oksigen, yanma oksigenin iştirakı ilə baş verir. Karbon qazı və su əmələ gəlir. Əksər uşaqlar bunu hidrogen götürmüşlər, amma burada su əmələ gəlir. Növbəti reaksiyamız azot və oksigenin birləşməsi. Azot üzərinə gəlsin oksigen. Hər ikisi molekulyar haldadır. İndekslərində 2 yazılır. Əmələ gəlir NO, azot monooksid. Növbəti reaksiyamız isə maqnezium karbonatın parçalanması. Maqnezium karbonat parçalanan zaman maqnezium oksid əmələ gəlir və karbon qazı ayrılır. Eynilə kalsium karbonatda olduğu kimi.